Hello everyone, happy 2026. Təbrik edirəm, yeni ilhamımıza düşərli olsun inşallah. Bugün biz fərqli mənalı sözlərdən danışacağıq. Yəni bir sözdən, sadəsindən başlayırıq. Run, qaçmaq, bunu yəqin ki hər biriniz bilirsiniz. Məsələn, I run every morning, mən hər səhər qaçıram. Amma run sözünü biz başqa mənalarda da işlədirik. Məsələn, my uncle runs a business, mənim dayım biznes idarə edir. He runs a restaurant, o restoran idarə edir, işlədir mənasında işlənir. Yəni, tears ran down my cheek ya da my face, məsələn, aşağı axdı, yəni göz yaşları axdı mənasında. The tap is running, turn it off. Su kranı açıqdır, bağla mənasında, yəni su axır. The machine is running. Yəni hal-hazırda aparat işləyir mənasında. Və siz run sözünü başqa hansı mənalarda istifadə edə bilərsiniz? Zəhmət olmasa rəy bölmələrində yazın. Təşəkkürlər. Good luck.